Bu dərsimizdə custom sortun digər özəlliklərinə baxacağıq. Baxın, digər özəlliklərinə bir diqqət yetirin. Birinci, my data has header hissəsidir. Bu, hansı seçimi müəyyən edir? Baxın, normalda ID kod, ad, soyad yazılır. Hansı ki, həmin məlumatlar birinci sətirdə yerləşir. My data has headers deyilərsə, birinci sətrin bu cədvəlin başlığı olaraq müəyyən edilməsinə imkan verir. Yox, əgər bunu seçimi aradan qaldırarıqsa, baxın onun yerinə kolum A, kolum B, kolum C, kolum D şəklində belə cədvəllərimizə başlıq verilmiş olar. Bu nə anlamına gəlir? Baxın, bizdə ola bilərdi ki, bu ID kod, ad yazılan bizim bu verilənlər bazamızın tərkib hissəsi olardı. Onda my data has header hissəsini çıxardacaq. Yox, əgər bu birinci sətir bizim cədvəlimizin başlığı olacaqsa, onda my data has header hissəsi mütləq seçilməlidir. Aydındır. Baxaq, növbəti nə seçim var? Növbəti seçim case sensitive seçimidir. Bu nədir? Ümumiyyətlə, case sensitive xüsusiyyəti odur ki, böyük hərfləri ayrı bir, böyük hərflə yazılan sözlər ayrı söz kimi tanıyır, kiçik hərflərlə yazılmış sözlər isə ayrı söz kimi tanıyır. Baxın, bir nümunəyə digər bir şiddət nəzər salaq. Deyək ki, bizim A, məsələn, böyük A şəklində və B, böyük B. Bax, bu şəkildə belə bir cədvəlimiz var. Yenə də A-ları təkrar edirəm ki, sıralamaya baxaq. Baxın, biz normalda bu hissələri tutub A-dan Z-ə doğru sıralamaq eləsək, götürüb neyəcək? A-ları əvvələ atacaq, B-ləri onun sonunda. Amma böyük A və kiçik A olmasına önəm verməyəcək. Yəni, böyük A və kiçik A-nı eyni simvol kimi tanıyacaq. Yox, əgər istəsəniz ki, bu sıralamada kiçikləri 1, böyükləri 1 sıralayasınız, onda gələsiniz custom sort, option hissəsində case sensitive və OK tıkladınız. OK tıklasanız, baxın, kiçikləri 1 simvol kimi, böyükləri 1 simvol kimi sıralanmış olacaq. Bu hissədə düşünürəm ki, aydındır. Baxaq, növbəti nə var? Custom sortda növbəti izah edəcəyimiz sort top to bottom və sort left to right seçimləridir. Bu nədir? Biz normalda bu günlər kimi sort elədik sütunları yuxarıdan aşağıya doğru. Yox, əgər biz istəsək ki, baxın, bu hissəni seçirəm, atıram başqa şiddə ki, tam fikrimi izah edeyim. Deyək ki, buradan atıram, bu hissələri də silirəm. Bizə lazımdır ki, bu məlumatları soldan sağa doğru sıralamış olsun. Bizdə necədir xüsusiyyət? Biz normalda yuxarıdan aşağıya doğru sıralamış olurduq. İndi bizə lazımdır ki, soldan sağa doğru sıralamış olsun. Seçirəm, custom sort, option hissəsində left to right. OK tıkladım. OK tıklasam, burada seçməmişik. Deyək ki, birinci ronu sıralamaq istəyirik. Baxın, onu seçməmişdim. Problem yaradırdı. OK tıklasam, baxın, A, C, D, I. Bax, bu şəkilində soldan sağa doğru sıralanmış olduq. Baxın, ümid edirəm ki, bu da işinizə yarayacaqdır. Custom sortda növbəti seçim. Baxaq, bu hissə OK-dir. My data headers OK-dir. Düşünürəm ki, bir seçim qalmadı və biz bütövlükdə custom sort hissəsini tam olaraq izah eləmiş olduq. Növbəti dərslərimizdə görüşənədək.